Ey Nebi, İslam'ı tebliğ et, namaz kıl. Allahu Ekber. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Errahmanirrahim. Maliki yevmiddin. İyyâke na'budu ve iyyâke nestaîn. İhdinas sıratal mustakim. Sıratallezîne en'amte aleyhim gayril mağdubi aleyhim velezzâllin. Bismillahirrahmanirrahim. Kul huvallahu ehad. Allahu samed. Lem yelid ve lem yulad ve lem yekun lahu kufuven ehad. Allahu Ekber. Subhanallahi, Subhanallahi, Subhanallah. Subhanallahi, Subhanallahi, Subhanallah. Subhanallahi, Subhanallahi, Subhanallah. Allahu Ekber. Subhanallah, Subhanallah, Subhanallah. Subhanallah, Subhanallah, Subhanallah. Subhanallah, Subhanallah, Subhanallah. Allahümme salli ala Muhammed ve ali Muhammed. Allahümme salli ala Muhammed ve ali Muhammed. Allahümme salli ala Muhammed ve ali Muhammed. Allahu Ekber. Subhanallahi, Subhanallahi, Subhanallah. Subhanallahi, Subhanallahi, Subhanallah. Subhanallahi, Subhanallahi, Subhanallah. Allahu Ekber. Subhanallahi, Subhanallahi, Subhanallah. Subhanallahi, Subhanallahi, Subhanallah. Subhanallahi, Subhanallahi, Subhanallah. Elhamdülillah. Eşhedü en la ilahe illallah vehdehu la şerike leh ve eşhedü enne Muhammeden abduhu ve resulü. Allahümme salli ala Muhammed ve ali Muhammed. Esselamu aleyke eyyühen nebiyyü ve rahmetullahi ve berekatuhu. Esselamu aleyna ve ala ibadillahi salihin. Esselamu aleykum ve rahmetullahi ve berekatuhu. Allahu Ekber, Allahu Ekber, Allahu Ekber. Allahümme salli ala Muhammed ve ali Muhammed. Allahümme salli ala Muhammed ve ali Muhammed. Allahümme salli ala Muhammed ve ali Muhammed. Rahman ve Rahim Allah'ın adıyla. Elif, Lem, Mim. Allah'tan başka Tanrı yoktur. O diridir, ebedidir. Yarattıklarını koruyandır. Önceki kitapları təsdiq üçün hak kitabı o göndermiş sənə. Tövratı, İncili göndermişti o. Bundan önce göstermek üçün doğru yolu. Doğru nedir, eğri nedir ayırt eden kitabı göndermiş o. Ağrılı bir əzab gözləyir Allah'ın ayələrini dananları. Güclüdür, intikam alandır Allah. Yerde göyden ne varsa heç bir şey Allah'tan gizli kalmaz. Odur ana bətnində sizi istediği şekle salan. Ondan başka Tanrı yoktur. Güclüdür, müdrüktür o. Kitabı o göndermiş sənə. Aydın, anlamlıdır burada bəzi ayələr. Kitabın anasıdır bu ayələr. Digərləri oxşar anlamlar daşıyır. Oxşar ayələrdən yapışar ürəyi düz olmayanlar fitnə fəsad törətmək üçün. Özlərinin xeyrinə yozar onlar bu ayələri. Allah'tan başka kimse bilmez bunların yozumunu. Ona iman getirdik. Rabbimizden gelir her şey değer derin alimler. Yalnız ağıllı adamlar bunu düşünüp anlar. Rabbimiz doğru yola yönelttikten sonra bizi kırma yüreğimizi. Rahmetinden pay ver bize. Sonsuzdur sehavetin. Rabbimiz gelmeyi hak olan o gün cem edersen insanları bir yere. Sözünden dönmez Allah. Kafirler ki var, ne malları ne uşakları kurtarar onları
Allah'ın buyruğundan. Otda yanacak onlar. Firavun ailəsi və ondan öncəkilər kimi ayələrimizi danmışdılar. Günahlarına görə yaxaladı onları Allah. Allah'ın cəzası şiddətlidir. Məğlub olacaqsınız, cəhənnəmə dolacaqsınız. Pisdən pis yataqdır ora, söylə küfür edənlərə. Üz-üzə gələn bu iki dəstənin döyüşü bir ibrət dərsi idi sizin üçün. Allah yolunda döyüşürdü biri, kafirlərdən ibarətdir o biri. Bunların da gözləri iki görürdü əks tərəfin hər birini. İstədiyinə yardım edər Allah. İbrət götürər bundan bəsirəti olanlar. Qadınlara, uşaqlara, kantar qızıl gümüşə, ürgəyə, mal-qaraya, torpağın məhsullarına qarşı hərisliyə, həvəsə quşanmaq cazibəli göründü insanlara. Bunlar dünya həyatının gəldi gedər nemətləridir. Allah'ın dərgahıdır gediləsi gözəl yer. De ki, söyləyimmi bunlardan yaxşısını? Allah'tan qorxanları Rəblərinin dərgahında içindən çaylar axan cənnətlər gözləyir. Oralarda əbədilik qalarlar, pak olan zövcələrlə. Allah'ın rizası oralarda qərar tutub. Allah görür bəndələri. Rəbbimiz sənə iman gətirdik. Keç bizim suçumuzdan, qoru bizi otdan, yanmaq əzabından deyən bəndələri. Səbr edənləri, sadiqləri, huzurunda ürəkdən əylənləri, Allah yolunda xərcləyənləri, səhərlər bağışlanmalarını diləyənləri. Allah şahidlik etmiş, ondan başqa tanrı yoxdur. Mələklər və insaflı elm sahibləri şahidlik etmişlər. Ondan başqa tanrı yoxdur. Güclüdür, müdrikdir o. Allah mərtəbəsində din şübhəsiz İslam dinidir. Ancaq kitab verilənləri bilik alandan sonra aralarındakı qısqanclıq ayırmış bir-birindən. Allah'ın ayələrini danan kimsə bilsin, hesabı tez aparandır Allah. Mən də ardıcıllarım da Allah'a təslim etdik özümüzü, de səninlə höcətləşənə. Siz müsəlman oldunuzmu? De kitab verilənlərə və savadsızlara, doğru yolu taparlar müsəlman olsalar. Dindən üz döndərsələr, sənin borcun yalnız başa salmaqdır onları. Bəndələri görür Allah. Allah'ın ayələrini dananları, haqsız yerə peyğəmbərləri öldürənləri, ədalətin keşiyində duranları öldürənləri ağrılı bir əzab ilə xəbərlə.